Salihlərdən birisi gecə yata bilmir. Hər gecə sanki oyadırlar. Sən yatırsan filan kəs acdır. Yuxudan qalxır, qonşulardan soruşur, ehtiyac onda olan var, deyir, yoxdur. İkinci, üçüncü gecə atına minir, gedir məscidə. Gecənin son 1/3-də. Görür ki, bir nəfər namaz qılır, dua edir. İki rükət namaz qılandan sonra yaxınlaşır, deyir ki, ey filan kəs, bu saatda məsciddə nə inirsən? Deyir ki, ehtiyacı var, onun üçün gəlmişəm. Nə qədər ehtiyacın var? Deyir, 100 dinar borcun var. Çıxardır, verir 300 dinar. 100'ü borcunu qaytar, qalan da özün üçün. Çıxanda deyir ki, bir tanıdım mən kiməm? Deyir, yox. Tanıdım özümü? Deyir, yox. Mən filan kəsəm, deyir, nə inirəm? Deyir, istəmirsən? Deyir, yox. Çünki deyir, lazım olanda Allah'a dua edirəm, bugün səni göndərir, başqa vaxt başqasını göndərəcək. Tanımaq belə istəmədi onu. Çünki Allahla ünsiyyəti güclüdür. Bilir ki, Rəbbinə dua edəcək, Rəbbi dərhal duasına cavab verəcək. Subhanallah. Yəni, duadan həzz almalıdır insan dua edərkən. Bu həzz almaq üçün də əlbəttə ki, Allahla ünsiyyətin güclü olmalıdır. Bəzən də insanlar nədir? Bu nemətdən məhrumdular.